FPS, frame per second, saniyədəki kadr sayı. Texnologiya və oyun dünyasında adını çox-çox eşitdiyimiz, ancaq arxasındakı fiziki məntiqi çox vaxt dərk edilməyən bir termindir. Ekranda izlədiyiniz videolar, oynadığınız oyunlar əslində hərəkət etmir. Siz sadəcə beyninizin sizə oynadığı bir illüziyanı izləyirsiniz. Bəs yaxşı, FPS bu işin harasındadır? Video dediyimiz anlayış əslində arxa-arxaya çox sürətlə dəyişən foto şəkillərdən, kadrlardan ibarətdir. FPS prosesorun və ya qrafik çipin 1 saniyə ərzində neçə ədəd foto şəkil yaradıb ekrana göndərdiyini göstərən ölçü vahididir. 24 və ya 30 FPS kino sənayesinin standartıdır. İnsan gözü bu sürətdə dəyişən kadrları kəsintisiz bir hərəkət kimi qəbul etməyə başlayır. Motion blur, yəni hərəkət bulanıqlığı ilə birlikdə. İllərdir telefonların və standart monitorların təməl sürəti 60 FPS-dir. Kadr sayı 2 qat artdığı üçün hərəkətlər daha axıcı və kəskin olur. Müasir flaqman smartfonların və rəqabətçi oyunların hədəfi 120 FPS-dir. Saniyədə 120 kadr cihazla sizin aranızdakı vizual gecikməni, yəni input ləqi minimuma endirir. Qısaca izah eləmək istəsəm, FPS tam olaraq budur. Bəzi insanların qarışdırdığı şey isə mənim izah elədiyim FPS ilə hertz arasındakı fərqdir. FPS cihazın daxilindəki prosesorun gücüdür, yəni saniyədə neçə kadr çəkə bilir. Hertz isə ekranın fiziki limitidir, yəni ekranın 1 saniyədə neçə dəfə yeniləndiyi. Əgər telefonunuzun prosesoru bir oyunda 120 FPS verirsə, ancaq ekran köhnə nəsil 60 Hz isə, siz heç vaxt oyunu 120 FPS-də oynaya bilməyəcəksiniz. Yəni telefonunuzun ekranı maksimum saniyədə 60 kadr göstərəcək, yerdə qalan istehsal olunmuş kadrlar isə boşu-boşuna prosesorunuzu yoracaq və telefonunuzu isidəcək. Bəs siz telefonunuzda hansı FPS-də oyunlar oynaya bilirsiniz? Ekranınız bu FPS dəyərini tam olaraq dəstəkləyə bilir? Şərhlər hissəsində bunları yazaraq müzakirə edə bilərik.